Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in ve huve hayrun nasirin ve mu'in. Ve la'netullah ala a'daihim ecma'in minel an ila kıyami yevmiddin. Amin ya rabbel alemin. Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdeten min lisani yefqahu kavli. Olmuş şeytanın şerrinden Allah'a sığınıram. Rahman Rahim olan Allah'ın adıyla. Allah'ın salam ve salavatı olsun Peygamber ve onun pak əhl-i beytinə. Salam əziz tələbələr və bizi kanaldan izləyən dəyərli həmvətənlərimiz, hər birinizi xoş gördük. Quran ilimləri dərsində səhifə 153 368-ci dərs. Bugün 25 dekabr 2025-ci il. Həm 4-cü gündür, cümə axşamıdır. Allah dünyasını dəyişmiş, yaxınlarımızın ruhlarını şad eləsin. Allah yaxınlarına səbir versin. Həm Rəcəb ayıdır. Rəcəb ayının ilk cümə axşamısı təsadüf edir Ləylətur Rəğaib gecəsinə, yəni arzular gecəsinə. Bu barədə dəqiq əlimizdə məlumat yoxdur, yəni həqiqətən də vacibdir, müstəhəbdir, xeyr. Sadəcə olaraq ümid niyyətinə, bu ümidlə ki, o dualarımız qəbul ola. Yəni biz bunu dini zəmində müstəhəb bilə bilmərik. Çünki bu barədə müstəhəbli təsdiq olunmayıb deyə rəcaən, yəni ümid niyyəti ilə bunu edirlər ki, Allah bizə bir mükafat verə. Yəni biz gələk bunu deyək, bu arzular gecəsi müstəhəbdir, bu yox. Çünki müstəhəb, yəni dində onun mənbəsi var. Hanı mənbə? Mənbə var, amma zəif hədislərdir. O cəhətdən də, yəni ümid niyyəti ilə o niyyətinə eləmək olar. Nəinki müstəhəb niyyəti ilə. Çünki müstəhəb niyyəti ilə eləyəndə qiyamət aləmində Allah və Peyğəmbər soruşar ki, mən Peyğəmbər sənə vaxt demişəm bu müstəhəbdir. Niyə dində olmayan şey din adı ilə qələmə verirsən? Olacaq nə? Bidət. Çox diqqətli olaq, incə məsələdir. Əməlləri eləyək, mən əleyhinə deyiləm. Namazlar var, 12 rəkət, dualardır, orucdur, zikirlər, əla. Amma niyyətinə rəcaən, yəni nə? Ümid niyyəti ilə. Allah qəbul etsin, inşallah bizə dua edərsiniz. Bir də var, bu gündür, 25 dekabr 2025-ci ildir. Keçən 25 dekabr 2024-cü ildə bizim təyyarəmiz bilirsiniz, qəzaya uğramışdı. Neçə nəfər şəxs orada dünyasını dəyişmişdi. Allah hamısı rəhmət eləsin. Allah ruhlarına şad eləsin. Allah yaxınlarına səbir versin. Allah belə bir çətin anlara bir daha bizə yaşatmasın. Allah xalqımızı yerin gün bəlasını amana saxlasın. Amin. Yeni mövzumuz nədir? 5-ci hissə. Artıq inşallah biz bu il yarım müddətində çox geniş bəhs olaraq 4 hissə bitirdik. 5-ci hissə yeni mövzudur. Qur'anın tarixi mövzusunda, Qur'anın qiraətləri. Bir tanışlıq ünvanında demişik həmişə, ilk dərs nədir? Tanışlıqdır. Qiraətlər mövzusundan bir baxaq, görək necədir. Baxın, səhifə 152-də mən demişəm həmişə sizə, həmişə dərsin mövzusuna baxın. Baxın kitabın mündərəcatına. Görün o kitab, o mövzu nədən danışacaq. Bir növ özümüzü biz hazır edirik. Məsələn, baxın, sol tərəfdə 152-də Quran qiraətləri mövzusunda nələr olacaq? Keçidlər, mütəvatir olması, əhruf-u səbə, qəşəng mövzudur bu, 7 hərf mövzusu, 7 qiraət nə deməkdir və ta aşağı qədər bunu oxuyun. Həm göstərib mənbələr hardandır, həm göstərib mövzumuz nədir, nə bilməliyik, nə biləcək, hansı məsələ etibarıdır, hansı məsələ isə etibarsızdır. İnşallah bu 2 saatlıq dərs müddətində mən çalışdım, mən miqdar oxuyum. Həm də çox gözəl bir təsadüf deməyək, səbəb-nəticə qanunu əsasən bizim yanvar ayında oxuyacağımız yeni dərsimiz olacağı bu Quranın qiraətlər tarixi. O dərsən bu dərs çox əla olur ki, düşdünə üstbəüz. Həm o ixtisasdan, həm bu ixtisasdan biz oxuyacaq, dərindən biləcəyik nədir qiraətlər. Ümumiyyətlə 7 qiraət alan var yoxsa yox, həqiqətdir, zəif söhbətdir, yalan söhbətdir. İnşallah ətraflı biz biləcəyik ki, bugün başlıq onun biz əsasından
Yəni ilk dərsimizdir. Allah inşallah bizi bu yolda və dərslərdə də uğurlu və müvəffəq eləsin. Amin. Birinci fəsil. Quranın qiraətinin keçdiyi mərhələlər. Əvvəl bilməliyik, bu qiraətlər var ha. Quran neçə növ oxunuşu. Çox danışıq biz. Məsələn, Osmanlı dövründə dedik, Osman 3-cü cəm olub Osmanlı dövründə və Osmanlı dövründə müxtəlif növ qiraətlər ortaya çıxmışdı və nəhayətdə Osman gəlib şikayət, təklif etdilər ki, İslam ərazisi böyüyüb, coğrafi mövqeyi daha da inkişaf edib, yayılıb deyə cəmaatın çatışmazlığı var. Qarilər baxımından, müəllim yoxdur. Hərə bir cürə oxuyur qiraəti. Ərəblər müxtəlif cürə oxuyurlar, ləhcəyə uyğun. Ərəb olmayanlar qətiyyən heç nə bilmirlər ki, burada hərəkə yox, nöqtə yox, biz bunu necə eləyək? Ona görə qərar aldı ki, biz qiraətdə bir yerə toplayaq. Ona baxmayaraq ki, bu işdə kifayət qədər zəhmət çəkildi, demişik. Yenə də boşluqlar qaldı. Deyə bilmərik, bunlar zəhmət çəkdilər, qiraətlər yığıldı bir yerə, bir dənə qiraət oldu, yox. İş təkmilləşmədi, iş kamilləşmədi. Niyə? Əvvəl demişəm, nə qədər ki, əhl-i beytdən uzaq oldular, onun üçün bu qədər pərakəndəlik olacaq. Və mərhələlər keçdi burada, müxtəlif mərhələlər. Ola hansı mərhələlər, o qiraətlər.